Mən özümü gözəl hesab etmirəm. Kimsə mənə kompliment edəndə də utanıram. Əslində sevilməkdən də qorxuram. Olay yazır ki, bu sözləri sosial media hesablarında müğənni Nura Suri yazıb. O fikirlərinə bunları da əlavə edib. Qəribə xüsusiyyətlərim var. Ətrafımda da çox insan istəmirəm. Dostluğu az adamla edirəm. Dostlarımla da gec-gec görüşüb söhbətləşirəm. Məni sənətimlə bağlı ruhdan salmaq istəyənlər də az deyil. Amma yeni mahnılar üzərində çalışıram. Bilmirəm, hələ albom kimi çıxaracam, yoxsa single olaraq tək-tək. Amma çox gözəl mahnılar hazırlayıram. Üstümə gəldikcə, məni ruhdan salmaq istədikcə, əslində mənə güc verir bəziləri. İnsanlardan uzaqlaşdıqca özümə və işimə daha çox vaxt ayırıram.